Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Vətəndaş şikayəti mövzusunda sizləri salamlayırıq. Milli TV-yə müraciət edən Mirzəxanova Şəhlə xanım bildirir ki, mənim keçmiş həyat yoldaşım ayrılsaq da uşaqlarımıza aliment vermir və uşaqlarla maraqlanmır. Mən çox acınacaqlı vəziyyətdəyəm, dolana bilmirəm. Yenə də gəlin bir daha Şəhlə xanımın öz dilindən eşidək onun şikayətini. Salam, xoş gördük Şəhlə xanım. Zəhmət olmasa bildirədiniz şikayətinizlə bağlı. Şikayətim ondan bağlıdır ki, yoldaşımla ayrılsam da, yəni uşaqlarla qətiyyən maraqlanmır, itirib axtarmır. Uşaqların biri 3 yaşı, biri 1 yaşı hələ təzə olub. Yəni qoyub gedəndə balaca oğlumun 4 ayı var idi. Böyük qızımın isə 2 yaş yarım. Yəni çox körpədilər də. Onları qoyub gedib, bizi qoyub gedib, yeni bir həyat qurub özünə. Yəni keçmiş həyat yoldaşınızın adı nədir? Cəfərov Bayram Akifoğlu. Hal-hazırda ailə qurubmu, yoxsa necə? Bəli, hal-hazırda başqa bir qadınla ailə qurub, bir yerdə yaşayırlar. O qadının da 2 dənə evladı var. Yəni 2 evladı o həmin keçmiş həyat yoldaşınızdan da, yoxsa necə? Xeyr, xanımın öz yol uşaqlarıdır. Yəni bir yerdə yaşayırlar, o uşaqlara baxır, amma öz uşaqlarını maraqlanmır. Aliment də ki, yəni tam ödəmir. Üstünə düşürsən, dalaca düşürsən, 100 manat nəsə göndərir. Yəni mən gərək icraçını axtarım, özünü axtarım, yalvarım, yaxarım, yəni ödənilmir. Aliment ayda nə qədər kəsilir? Hər ay aliment hər uşağa, bir uşağa 235 manat kəsilib. Yəni ümumilikdə 470 manat aliment kəsilib. Amma bu məbləğ ödənilmir. Və inanın ki, tam ciddi deyirəm sizə ki, yəni mən dəfələrlə doğrudan da istəmişəm özümdə uşaqları da öldürüm. Çünki dolanmaq olmur. Çünki 2 körpəylə mən nə işləyə bilirəm, nə mənim arxamda heç kim yoxdur. Yəni hamı da ətrafımda belə çıxmasın, qohum əqrəbə, yəni hərə öz problemi, hamı kasıb adamdır. Yoxdur, imkan yoxdur da kimsə mənim arxamda olsun. Yəni doğrudan da çox çətin olur. Ona görə də mənim istəyim bircə odur ki, uşaqları öz istəyi ilə həyata gəlib. Hamıdan xahiş edirəm, yəni yuxarıda oturanlar prezidentimizdir, vitse-prezident Mehriban xanımdan xahiş edirəm ki, mənim köməyi eləsinlər. Ki, bu yəni icraçımı, yoxsa həyat yoldaşım, bilmirəm kimlə əlaqə saxlamalıdırlar ki, bu insanlar ciddi yanaşsınlar. Mən 2 körpəni mən neynəməliyəm? Mən 2 körpəni neynəyim? Ya bunları atın, mən ata bilmirəm uşaqlarım. Ya da ki, gərək heç birimiz yaşamayıq. Yəni belə. Yoldaşınız zəng edirsinizmi? Əlaqə saxlayırsınız? Yəni nə deyir sizə? İstəmir, danışmır. Tam danışmır, adboy verir. Konkret bizdən yəni gəlib uşaqlarını da heç bir şey. Hətta zəng eləsəm ki, uşağın misal üçün yəni xəstədir, ölür. Nə götürmür, nə götürsə də yəni adboy verər. Tam vecinə deyil. Bir sözlə atanın da vecinə deyil. Təəssüflər olsun ki, yəni maraqlanmır heç cürə. Yəni maraqlı deyil də ona bizim həyatımız. Yəni bizim yox, uşaqların həyatı qətiyyən maraqlı deyil ki, bunlar yaşayırlar, yoxsa ölüblər, sağdılar, sağlamdılar. Belə də yəni. Hal-hazırda siz işləmirsiniz. 2 az yaşlı övladınız var. Siz necə dolanırsınız? Belə deyə də təzəlik aliment kəsilib. Ona qədər də mənə yardımdan kimsə əl tuturdu. Yəni qonşu mənə nəsə bir produkt nəsə verirdi. Belə də yəni inanın ki, demək olar ki, yəni çox çətin, acınacaqlı vəziyyətdə. Az öncə xanım da bildirdi ki, yəni efirdən qabaq biz danışıqlar apardıq. Xanım bildirdi ki, mənim anam yataq xəstəsidir, paraliz keçirib. Yəni atam da yoxdur, atasız bir qızdır, arxa dayağım yoxdur, yoldaşım da bizi belə tərk edib. Həqiqətən də xanımın vəziyyəti çox acınacaqlıdır. Yəni oradan üzümü tutub o şəxsə bildirirəm ki, Cəfərov Bayram, keçmiş həyat yoldaşına, ola bilər xanım pisdir, siz ayrıla bilərsiniz. Yollarınız ayrıla bilər. Amma sizin 2 övladınız var. Siz 2 övladınız borcunuzdur ki, aliment ödəyəsiniz. Yəni uşaq yemək istəyir. Uşağa deyə bilmərik ki, sənin atan səni atdı, getdi, sən ac qal. Siz ac qala bilirsiniz, Bayram müəllim. Xeyr, uşaq da ac qala bilmir. Sizin borcunuzla alimenti verəsiniz.
Xanım az öncə də bizə bildirdi ki, yoldaşım ki, müğənniliyə başlayıb, yəni kliplər çəkir. Biz indi efirə də biz efirə də onun klipini verəcəyik və dini kliplərdir xanım, mən səhv etmirəmsə. Bəli, biz uşaqları qoyub gedən ərəfədə, yəni mənim xəbərim yox idi, yəni bu müğənniliyi var və yaxud nə. Müğənniliyə başladı. Klip, müğənniliyə başladı və ilk yazdığı, oxuduğu dini klip oldu, dini mahnı oldu. Yəni, yenə deyirəm, mənim onun insanla şəxsi qərəzliyim yoxdur. Sadəcə olaraq uyğun gəlmir. Evladlarını atıb insan və gedib dini mahnı oxumaq və yaxud dindən danışmaq, namaza çağırış etmək. Nə dərəcədə doğrudur? Heç cürə yəni uyğun gəlmir. Yenə deyirəm, mənə heç cürə maraqlı deyil onun həyatı bu dəqiqə. Sadəcə o öz evladlarını kömək eləsin. Mən onları böyüdə bilim. Axtarsın. Onsuz da alimentlə, yəni ki, yağın balın içində dolanmaq olmur. Ən azından uşağın, üzr istəyirəm ifadəmə görə, pampersini alar, yeməyini alar, qidasıdır, geyimidir, yəni kommunaldır. Bunları ən azından xanım sürünə edə bilər də. Yəni bu alimenti də vermir, başqa yerdən gəliri də yoxdur. Yəni bu xanım uşaqları necə saxlasın? Və siz klip çəkirsiniz. Klip də bu dəqiqə çəkmək üçün mahnıdır, musikasıdır, klipi də hamısı ödənişlidir də. Yəni bunları necə ödəyir? Amma uşağına aliment verməyə pulu yox. Mən amma inanın ki, çabalayıram. Ümumiyyətlə nə işləyir klip? Aşpaz. Həm də aşpazdır. Yəni işləyir də. Əsas işi aşpazdır, yəni bəli. Yəni işləyir, aylıq maaşı var, gündəlik pulu var. Bəli. İndi hal-hazırda ailəlidirmi? Siz bildirdiniz. Hal-hazırda bildiyim qədər bir kəbindən, yoxsa necə? Yalan deyirəm, amma birgə yaşayırlar, yəni yoldaşı ilə, təzə yoldaşı ilə və 2 dənə evladı ilə. Yəni bildiyim məlumat budur. Amma onları saxlayır, başqasının evladını saxlayır, öz uşağı amma burada ac qalıb. İstəyim odur ki, yəni başqa uşağa baxmaq ayıb deyil, daha da yaxşıdır, düzdür. Amma öz uşağını atma da, yəni öz uşağı ən azından bunun qarnına bir yemək alınmalıdır da, yəni bu həyata bu öz sənin istəyinlə gəlib bu uşaqlar. Doğru, düz deyirsiniz. İnşallah ki eşidərlər, inşallah ki özü də ümumiyyətlə toparlasaq nə qədər pul verib? Yenə də deyirəm, yəni onu mən dəqiq indi bu dəqiq deyə bilmərəm. Yəni az verir. Siz bayaq bildirirsiniz 100 manat belə. Hə də 100 manat, 200 manat aya göndərir. Hə, misal üçün keçən ay 100 manat göndərib misal üçün. Bu ay 100 manat göndərir. Mən o 100 manatla necə dolandırmışam? O da yəni ki belə çətinliklə mi alırsınız o 100 manatı, yoxsa? Çətinliklə. Söhbət ondan gəlir ki, mən onu axtarmasam, mən icraçıya zəng eləyirəm, yəni tələb edirəm, xahiş edirəm. Yəni ondan sonra o 100 manat göndərilir. İndi biz, hörmətli izləyicilər, xanımın dilindən eşitdiyi şikayətini istəyirik ki, bir yoldaşına da zəng edək, keçmiş həyat yoldaşına daha doğrusu zəng edək, bir onun fikrini də, mövqeyini də öyrənək, görək nə dərəcədə doğrudur xanımın danışdıqları. Zəng edə bilərik xanım? Bəli, bəli. Alo. Bəli. Salam, Cəfərov Bayramla danışıram mən. Bəli. Milli TV-yə şikayət edən sizin keçmiş həyat yoldaşınız Mirzəxanova Şəhla sizdən, yəni şikayətçi də bildirir ki, alimenti ödəmirsiniz, yəni uşaqlarla maraqlanmırsınız. Zəhmət olmasa bu barədə nə deyə bilərsiniz? Bir mövqeyinizi də bilək. Siz efirdəsiniz, yəni biləsiniz, məlumatınız olsun. Mövqeyimizi deyəndə ki, yəni nə bacarıram deyirəm, çeklərim də hal-hazırda əlimdədir də. Yəni hər ay 470 AZN ödəyirsinizmi siz uşaqlara? Bəli. Yəni çeklər, zəhmət olmasa WhatsApp-a ata bilərsinizmi? Biz o çeklərə də baxaq. Şəkillərini atardınız. Çünki xanım iddia edir ki, uşaqlarına aliment vermir, mən çox yəni kasıb vəziyyətdəyəm, uşaqlarını dolandıra bilmirəm, acdılar, susuzdular. Mən üzr istəyirəm, mən 4 dənə uşağa aliment verirəm. Yəni işlədiyim məbləğini də bölmüşəm, yəni hərəsinə nə düşürsə, hər 5 gündən bir, 3 gündən bir, 100 manat, 100 manat, 200 manat, 300 manat. Bu ay nə qədər ödəmişsiniz, bilmək olarmı? Gəlin bu ayı laf. Bu ayı, bu mart ayını nə qədər ödəmişsiniz? Mart ayını düzdür, sözü dəqiq bilmərəm, indi çeklərinə baxaram. Çünki mən onlara bir məhkəmədə icraya vermişdilər də şikayət. İcra çağırdı,
ikisi şikayət eləmişdilər. 800 manat ödəniş elədim. 410-a, 410-a. Ondan sonra 201 eləmişəm. Ondan sonra 101 eləmişəm. Sizin bildiyiniz kimi sizin 2 övladınız var axı, 4 övlad dediniz. O Yox, 4 övladımızdır. 4 övladım var. Şəhla xanımla 4 övladınız var, yoxsa necə? Yox, Şəhla xanımdan 2-dir. Aha. O biri yoldaşımdan birdir, o biri yoldaşımdan da birdir. Siz onda 3-cü həyat yoldaşınızdır Bəli, Şəhla bəli, xanım. 3-cü ailəmdir o. Bəli, bəli. Maşallah, maşallah. Yəni Maşallah, eşitdiyimdə çox görə sağ olsun. 4-cü həyat yoldaşınız da var. Doğrudurmu? Bəli, bəli, nəşə olmasın Yox, ki. siz 5 dəfə də evlənirsiniz, 10 dəfə evlənirsiniz. O deyirsiniz ki, mənim maaşım 7-8, 4 uşağa nə çatırsa onu ödəyirəm. O nə dərəcədə doğrudur? Bu aliment 470 AZN yazılır. Siz 2 uşağın alimentini ödəməlisiniz. O bir uşaqların da alimentini, borcunuz da ödəmək. Bəs uşaq dünyaya gətirə bilirsiniz, ödəyə bilmirsiniz Üzr bəs siz. istəyirəm, mən sizi tanımıram, siz də məni tanımırsınız. Yəni, bir Yox, mən sizə sual verirəm. Boşanmaların səbəbini də bilirsiniz nəyə görədir? Hə, nəyə görə boşanmışsınız? Görədir ki, boşansınlar, otursunlar, rahat pul gəlsin, yesinlər. Yəni, bir iki gündə Azərbaycandakı Yox, o pulu axı, Düzdür. üzr istəyirəm, o pulu sizin yoldaşınız yox, uşaqlarınız yeyir, sizin yoldaşınız yemir. Oturur evində, normal qadın. Aha. Bir tikə qazanını qaynadır, çörəyini yeyir, uşaqlarına baxır. Bəli, bəs bu qazan qaynamaq üçün produkt lazımdır, ərzaq lazımdır. Bəs bu ərzaqları verirsiniz zaten. Alırdım da. Yaxşı, biri pisdir, siz ayrıldınız, üzr istəyirəm, biri pisdir ayrıldınız, ikincisi pisdir ayrıldınız, üçüncü pisdir ayrıldınız. Siz yaxşısınız, bu yoldaşlarınız pisdir, üçü də pisdir. Bəs uşaqların nə günahı var? Yox, yoldaşım mən demirəm ki, pisdir. Siz necədir söhbət? Deyirsiniz evində otursun, qazanın qaynatsın. İkinci dəfə ailə qurursan, başlayır ki, ailə sən yaxşı görürsən, deməli o da səndən ayrılmışdı. Bu problem gənə də belənçə üstələnir ki, sən pissən, o səndən boşanmışdır ki, mən də boşanıram. Yaxşı, Şəhla xanımla niyə ayrıldınız, bilmək olar mı? İnsan dəyişir, bu xanımlar dəyişir bir uşaqdan sonra. Başlayırlar hegemonluq eləməyə. Bildim, Şəhla xanımla niyə ayrıldınız, bilmək olar mı? Şəhla xanımdan qısqanclıq üstündə işləyirdim. Sən oradakilərlə gezirsən, oradakilərlə nə bilim, nə edirsən, belə edirsən, elə edirsən, yəni belə boş-boş söhbətlərin üstündə. Qısqanclıq zəminində siz boşandınız. Yaxşı, indiki həyat yoldaşınızla necə tanış oldunuz? Ayrılandan sonra mı, yoxsa əvvəldən tanıyırdınız? Ayrılandan sonra. Bəs xanım bildirir ki, aliment vermir də, mən uşaqlarım acdır. Xanım deyir, mən özümə istəmirəm. Xahiş edirəm çekləri ondan tələb edin, ödənişlərin. Siz onda zəhmət olmasa, əgər doğrusunuzsa, bəli, biz ona görə sizə zəng elədik ki, qarşı tərəfin də mövqeyini öyrənək. Əgər sizin bildirirsiniz ki, mən ödəmişəm, çeklər durur, zəhmət olmasa, o çekləri atarsınız. Əgər mən ödəməsəydim, icra şöbəsi məni tutub qoyardı içəri alimentə görə. Deməli, mən ödəyirəm ki, bugünkü gündə bayırdayam. Yəni, nə qədər ödəyirsiniz? 470 AZN ödəyirsiniz mi? Mən 400 demirəm ki, tam 400 ödəyirəm. Yox, 400 ödəyəmirəm, 300 ödəyirəm ayda. Amma ödəyirəm. 300 ödəyir. Şəhla xanım, 300 AZN ödəyirmi yoldaşınız? Xeyr, bu ay nə qədər göndərir? Deyir, bu ay 100 manat bildirmişdi sizə. 100 AZN ödəyir. 100 AZN ödəmişim, indi bax, bir kişinə təzələn 100 AZN atacam. Artıq mart ayı bitdi. Artıq mart ayı bitib. Siz artıq bu günlərdə ayın görün neçəsidir? Xanım, mən işləyəm. Mən burada çox danışamıram, mənim işimə mane olursunuz. Oldu, heç nə, aydın oldu bizə, standart. Zəhmət olmasa çekləri atarsınız. Xanım iddia eləyir, Şəhla xanım deyir ki, mənə aliment ödəmir. 100 manat ödəyir, 100 manat da keç mənim kommunalımı O eləmir. Şəhla xanımın atası anası eləmədiyini, nəsli ona eləmədiyini mən baba oğlan eləmişəm ona. Yəni o qiymət Bəs siz oğlan niyə axıra qədər eləmirsiniz? Yarı-yarımçıq elədir. Nəsə danışırsa, onun şikəst anasını baba oğlan çiynində 10-cu mərtəbədən aşağı düşürdürdü, əyaq yoluna aparırdı. Geçsin bunlardan danışsın. Hər gün 10-cu mərtəbə, başa düşmədim, 10-cu mərtəbəyə aparıb ayaq yoluna gətirirdiniz. 10-cu mərtəbəyə aparıb əyaq yolu 10-cu mərtəbədə aşağıda olmur, evin içindədir. Bəs deyir, 10-cu mərtəbəyə qaldırın hər gün. Deyirəm ki, lazım olanda, yəni o anasını mən çiynimdə 10-cu mərtəbədən aşağı düşürdürdüm.
Hə, yəni xəstə anasına baxmışsınız. Və siz indi balanıza da Keçin baxın da. onlardan danışsın. İndi ki, onu insan eləmişsiniz. mənə qarşı necə kişi olub, necə kişilik eləyib. Gedib orada birinci gündə 5 manatdan ötürü yalandan cəmaatın yanında timsah gözü tökməsin ki, göz yaşı. Mən belə, mən Yaxşı, bu xanım uşaqları necə dolandı? Hər bir şeylərimin də üzr. mənim evə alıb qoyduğum hər bir şeyləri də saxlayıb, hər bir şeyləri də satıb, yiyib. Neynəsin bəs, necə dolansın? Məcbur satır da. Necə dolansın? Alimentini versə siz vaxtında incitməsiz. Rəsmi boşanmamışdıq. Mən onu ilə pul atırdım onun kartına ki, o getsin uşaqlarıma yemək alsın. Hə də eləməlisiniz Mən də, onların da borcunuzdur çekini da. saxlamışdım. Yəni, əlbəttə ki, mənim borcumdur. Mən demirəm ki, mənim borcumdur. Amma gücüm, qüvvəm nəyə çatırsa, mən hər ay onu atıram. Siz gücünüzə, qüvvənizə görə hərəkət edib 3-4 dəfə evlənirsiniz. Yəni o insan 4 dəfə, 5 dəfə evlənirsə, evlənir. Lap yaxşı edirsiniz. Evlənirsə, O sizə də dəxli yoxdur. yox, dəxli uşaqlarımı, ən azından uşaqlarım bilirəm, başa düşürəm nəsə. Gələcək, oturacaq, yiyəcək bir tikə. Şükür edəcək Allahın yanında. Mən də ona baxacam, Cəmək xanımdan da şükür edir, mən də ona baxıram. O demək deyil ki, Siz neçə il ailəli olmuşsunuz Şəhla xanımla? 6 il yoxsa nə qədərsə belə. Bilmirsiniz hələ dəqiq. Yəni ki, siz bildirirsiniz ki, mənim gücüm nəyə çatır, 100 də verə bilərəm, 200 də verə bilərəm. Yəni, sırf gördük 70 manat ayrılıb alimentə. Yox, mən oğurluq edib ödəməliyəm onu. Mən işləyirəm, mənim işlədiyim əmək haqqım 4 uşağımın arasında, məsələn, ayda çatır hərəsinə 200 manat, 250 manat, 300 manat. Mən ondan artığını ödəməkdən ötürü gedib mən məcbur oğurluq eləməliyəm. Yox, oğurluq eləmək lazım deyil. Vaxtında. Bu qədər uşaqları dünyaya gətirməmək. Siz uşaqları sözümü kəsməyin. Bilirdi ki, mənim 2 dəfə ailəm dağılmışdı. Ailə qururdu məni ilə. Bəs Şəhla xanım ailəli olubmu? Necə? Şəhla xanım ailəli olubmu sizdən öncə? Xeyr. Yəni siz onun ilk həyat yoldaşsınız. Demək ki, inanıb güvənib sizə. Evlənib. İndi laf Şəhla xanım pis də olsa, mən bunu mövzu bu deyil. Pis də olsa uşağın alimentini xanım tələb edir. Hər bir ata-ana borcudur ki, alimenti ödəsin. Nə qədər yazılıbsa, o qədər də ödəməlidir. Mən gənə də deyirəm ki, mən bugünkü gündə nə bacarıram, onu ödəyirəm. Problem yoxdur. Tutturmaq istəyirlərsə, tutursunlar, qoysunlar içəri məni. Narahat tutur. Mən üçün daha da yaxşı, sağ olsun dövlətim. Yeməyimi də verəcək orada, sigaretimi də verir orada. Gedib oturaram da orada, burada əziyyət çəkməkdənsə gedib orada da rahat oturaram. Amma mən onu eləmirəm ki, işində gözə gəlir, əziyyət çəkirəm ki, nəyə gücüm çatır, balalarımı ödəyim. Heç uşaqlarınızla maraqlanmışsınızmı? Gəlmişsiniz, görmüsünüzmü? Yox, bir iki dəfə getdim ora qapıya, uşaqlarımı görməkdən ötürü. Başladılar mənə polislə hədər etdilər ki, polis çağıracam, sən niyə gəlmirsən bu qapıya, nə bilim nə. İnanırsız veşlərimi də, öz giyim paltarlarımı da blokun liftin qabağına tökmüşdülər yerə, gelib oradan yığmışam. Aydındır, bildim. Heç nə bayram... Yəni, mənə qarşı olunan o mədəniyyətsizlik də, ən azından sən neçə il mənim həyat yoldaşım olmuşsan, çörəyimi yiyimsən. Yəni, vicdanlı qadın, mərfətli qadın, qanacaqlı qadın o hərəkətləri eləməz. Yəni, bir iki gündə gəlib orada sizin yanınızda özünü yazıq sürətə qoyurlar, yəni o deyil də. Heç nə, biz də ona görə zəng etdik ki, qarşı tərəfi mövqeyini öyrənək və siz də etiraf etdiniz ki, 470 manatı mən ödəmirəm, amma az-az ödəyirəm. Siz də bunu etiraf edin. Nəyə gücüm çatır, hər ay bəli ödəyirəm. 4 uşaq arasında. O biri uşaqlara da aliment verirsinizmi? Bəli, bəli, verir. Zəhmət olmasa bir qəbzi də atarsınız bizə. Gözləyirəm siz. Çekləri zəhmət olmasa atarsınız, gözləyirəm. Oldu, sağ olun. İcrada var bütün çeklər. 4 uşağın da çeki var orada, maraqlanıb. Yəni, onlardan da götürə bilərsiniz. Oldu, sağ olun. Oldu, təşəkkür edirəm. Hörmətli izləyicilər, gördüyünüz kimi biz əlaqə saxladıq Şəhla xanımın keçmiş həyat yoldaşı ilə. Siz də eşitdiniz ki, yəni mən tam-tamına ödəmirəm. Bildik ki, bu Şəhla xanım 3-cü evliliyidir. Yəni o bir uşaqlarına da aliment verdiyini bildirdi, amma tam-tamına ödəməyib. Şəhla xanım, az öncə də siz keçmiş həyat yoldaşınızın danışığını eşitdiniz. Yəni dedikləri nə dərəcədə doğrudur? Doğru deyil ona görə ki, uşaqlarını axtarmayıb. Bu insan ilk onu deyə bilərəm, çünki
bir ata kimi uşaqlarını axtarmırsa, demək ki, maraqlanmır bu uşaqlarla, düzdür. O bildirdi ki, mənim 4 övladım var. Bəli. Siz bilirdinizmi ki, evlidir? Bəli, mən bilirdim. Əvvəllər evli Mən olub. bilmişəm evli olub, amma bir insandır da dediyi kimi həyat da gətirməyib, belə deyib ki, biz ayrılmışıq. Mən insan kimi ona inandım. Amma sonra anladım ki, yəni sadəcə olaraq bu insan bir ailə ilə yaşaya bilmir də. Yəni belə deyək, 3 ildən 5 ildən bir ailəni yeniləməli. Neçə il ailəli olmusunuz? Biz 5 il ailəli olmuşuq. Bildirdi ki, 6 il ailəli olmuşam. 5 il, 6 il birazdan olacaq, yəni bu yay 6 il olacaqdı. 5 il ailəli olmuşuq. Yəni qapıma da bir dəfə gəlmişdi, ona da gəlmişdi. Bildirir ki, qəbzlər var məndə, çeklər durur, yəni Çeklər ödənişlər saxlayır, ödəyirəm. hansını 4 uşaq, o biri uşaqlarına da məlumatınız varmı? Aliment verir ya yox? Birinci uşaq üçün onda 108 manat alimentdir, yəni qaldırmayıb qadın. Ödəyirmi o pulu? O 108 manatı yəqin ki ödəyir, aya 108 manat. Bəs ikinci uşağına da ödəyir? İkinci uşağa, yox, ikinci uşaqla problemi var, yəni hal-hazırda hardasa bir 600-700 manat borcu var o uşağa. Yəni ödəmir. Hə, ödəmir. Yəni borcu var. Həmin o xanım da yenə də axtarışa vermək fikrindədir. Amma məndə 2 uşaqda ən böyük borc da bizdədir. Yəni hal-hazırda 1600, yeni ay başlayanda 2070 manat borcu var. Yenə də deyirəm, bu ödəsəydi aylığı, bu 2070 manat olmazdı da hər halda. Yenə də o çeklər deyir, qəbzlər deyir. Mən də deyirəm ki, hal-hazırda icraçıdan da öyrənə bilərsiniz, əclə də yazılıb. Bu ay üçün 1600 borcdur, ay da bitir. Ayın biri üçün 2070 manat. Bu ay nə qədər ödəyib? Bu ay səhv etmirəmsə 100 manat. 100 manat. 470 azından 100 manat ödəyib. 100 manat ödəyib. Bəli. Yəni keçən ay nə qədər ödəyib? Keçən ay onu saxlamışdılar. Yəni ona görə o məcbur 400 manat orada keçirtdi ki, buraxsınlar mənə də, bir də o birisi xanım, ikinci həyat yoldaşı buraxsınlar. Yəni ondan sonra yenə də deyirəm, bunun arxasında... Yəni ödəmədiyi aylar varmı? Bildirir ki, mən ödəyirəm. Ya ödəmədiyi aylar əlbəttə var. Çünki 1600 manat bugünkü gün üçün 1600 manat varsa, demək ki, bir neçə ay ödəməyib də, belə sayılır, düzdür? Ayı 770 manatdırsa, 1600 manat ən azından bir 3 ay, 4 ay eləyir. Hörmətli izləyicilər, onu da bildirim ki, həqiqətən də xanım imkansız xanımdır. Yəni, yenə deyirəm, atası yox, rəhmətə gedib, anası xəstədir. Özü də ki, insanın üzünə belə, baxanda belə bilinir ki, o nə vəziyyətdə yaşayır. Yəni, kasıb həyat yaşayır, uşaqlarını çətinliyinə böyüdür, yəni bildirir ki, qonşular kömək edir, imkanlı şəxslər gəlir, kömək edir uşaqlarına. Sağollaşıram mən sizlə, hörmətli izləyicilər. Bugünkü verilişimiz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.